Bugün mart ayının 7'si 2025-ci il. Şinlər Fondu İdarə Heyətinin təşəbbüsü ilə Qızlar Şadlıq Sarayında Şinlər xanımları iftar süfrəsinə dəvət olunub. Bu bizim Şinlərin bəyləri, hər birisi xanımları ilə, ailəsi ilə iftar süfrəsinə təşrif buyurublar. Xanımlar içəridə zaldadır. Biz onlara mane olmamaq üçün hələ ki foyedəyik. İndi keçək zala. Burada xanımlarımız hamısı yığışıblar, görüşürlər, çox isti münasibət var. Adam baxanda sadəcə fərəh hiss ediyor. Sağ olsunlar, var olsunlar. Allah elinizi gününüzü şey eylesin, var eylesin. Ben çok şükür ama size sözlü şeylerden Gözünü başa düşürür. Bu kişi gözün doldu ağlar. Borçalda böyle şey yok. dünya boyunca şöhret şanı, ayıldızdan varmış hanı yeri mi köyüme borçalı. 110 nəfər xanımın iştirakı ilə iftar süfrəsi yekunlaşdı.